Keçən ildən bağımızda o qədər çox qara tutu yetişib tökülürdü ki, onları dəyərləndirmək istədim. Biz ailə olaraq cheesecake-i çox sevirik və qərar verdim ki, cheesecake ilə qara tutu birləşdirim və qara tutlu cheesecake hazırlayım. Nəticə mükəmməl olunca qara tutları paket halında streçlə sarıb buzluğa qaldırdım və il boyunca qonaqlarım gəldikcə, canımız çəkdikcə bu şirniyyatı hazırladım və mükəmməl nəticələr aldım. Reseptə gəlincə isə xəmir üçün 1 ədəd yumurta üzərinə 100 qram kərə yağını doğrayırıq. Üzərinə 1 paket vanil və 1 paket qabartma tozu tökürük. Ardından 1 xörək qaşığı xama və ya istəsəniz qaymaq da əlavə edə bilərsiniz. Qarışımın üzərinə 3 xörək qaşığı şəkər tozu və aldığı qədər un əlavə edib xəmir yoğururuq. Xəmir ələ yapışmayan plastilin qıvamında olmalıdır. Hazır olan xəmiri salafana büküb 15-20 dəqiqə soyuducuda dincə qoyuruq. Kreması üçün 2 ədəd böyük və ya 3 ədəd xırda yumurta, 400 qram labne pendiri, 1 stəkan duru qaymaq, istəyə görə bərk qaymaq da əlavə edə bilərsiniz və 1 çay stəkanı şəkər tozu, 1 paket vanil və 1 kasa qara tutu əlavə edib blender vasitəsilə maye halına gələcək şəkildə qarışdırırıq. İstifadə edəcəyiniz labne və kremanın marka olaraq fərqi yoxdur. Sizə hansı uyğunsa onu istifadə edə bilərsiniz. Ləzzətində çox fərq yoxdur. Ayrıca bu tərz meyvəli şirniyyatlarda meyvənin özündə şəkər olacağı üçün istifadə edəcəyiniz şəkər tozunu bir miqdar daha az əlavə etməyi tövsiyə edirəm. Blender vasitəsilə maye halına gətirdiyimiz qarışımın qoxusu və rəngi çox gözəl olur. Cheesecake hazırlayacağımız tort qabını və ya kelepçəli qabın alt hissəsinə mütləq yağlı kağız səririk. Ardından xəmiri həmin qabın hər tərəfinə gələcək şəkildə yayıb forma veririk. Xəmirə forma verdikdən sonra ortasına hazırladığımız kremanı tökürük və öncədən isidilmiş 200 dərəcəlik fırının içərisinə qoyub təqribi 45-50 dəqiqə bişiririk. Fırından çıxartdığınız cheesecake-in ortası maye şəklində qalmış ola bilər. Bu sizi qorxutmasın. Soyuducuda 3-4 saat gözlədikdən sonra ortası da tam bərkiyir və beləliklə görüntüsü, dadı möhtəşəm qara tutlu cheesecake-imiz hazırdır. Soyuducudan çıxarır-çıxarmaz servis eləmənizi tövsiyə edirəm. Bu zaman dadı dondurma kimi olur. Gələn qonaqlarım da dadına baxdılar və çox bəyəndilər. Siz də mütləq öz sevdiklərinizi hazırlayın, nuş olsun.